23-cü sualda əvvəlcə sistemin təcilini tapaq. Təcili tapanda bu gərilməni nəzərə almayın. Onsuz da hər iki tərəfdə də var. 95-dən 20-ni çıxıb sistemin kütləsi 10 üstəgəl 15-in cəminə bölək. Bu bizə verəcək 3. İndi bir dənə baxın görün bu sistem hara gedər. Sağa 95 ilə dartılır, sola 20 ilə. Aydın məsələdir ki, bu tərəfə gedəcək. Rəzəyici qüvvə sağa doğru yönəlir. İndi istəsən bundan tapa bilərsən. İstəsən bundan tapa bilərsən. Fərqi yoxdur. Mən məsələn bundan tapacağım. Sistem sağa doğru getdiyi üçün T-dən çıxacağım. 20 newtonu, bax, bundan bunu çıxacağım. Bərabər eləyəcəm M1 vurulsun A. Belə. T bərabər olacaq onda 50-yə. Vəssalam. Ya da ki, bu ilə də baxmaq olar. Burada da ki, sistem sağa gedir axı, T buradadır da. Burada da ki, 95-dən T-ni çıxıb bərabər eləyəcək 15 vurulsun A. T də bərabər olacaq 95 çıxılsın 45. Bu da bizə verəcək yenə də 50 newton, yəni eyni şeydir.